Salam aleyküm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Bu kitabı ki oxuram, Hünəri Cəngidə adı. Türkçəsi savaş sənətidir. Bu 2000 il bundan qabaq deyirlər yazılıbdır və önəmlidir. Biz də bunları bilməyimiz biraz lazımdır. Milli hərəkət üçün xüsusən lazımdır belə bir kitabların oxuması. Təqribən kitabı quturmaq halına yetirmişik. Yəni 165-ci səhifədə bunun əsli mətləbləri qutaracaq. Sonra mütərcim özü bir şeylər əlavə edibdir. Onları oxumayacağıq qaydətən. Və indi də 153-cü səhifədən başlayacaq. Yəni üst-üstə 12-13 səhifədən sonra bu kitabı qutaracaq. 2 günə ya 3 günə bu kitabı qutarırıq və taza bir kitab başlamağa, oxumağa başlarıq. 12-ci fəsli deyirik, yəni 153-cü səhifə deyirik. Həmlə və atəş. İndi buraya yetişçi istir, savaş ciddi başlansın. Yəni fikir eləyin ki, dostlar, biz Güney Azərbaycanda sabahları şəhərlərimizdə savaşa girək farslarla. Farsların bəsici ilə, sipahi ilə, ərteşi ilə, hər nəməsi ki var, onlarla savaşa girək. Bu mərhələdən bu yüzə, bu mərhələləri və bunlardan sonraki üsyanları necür kontrol eləmək mərhələsinə gedirsiniz. Kontrol latincə sözdür. Farsıya girib, Türkçəyə girib, İngiliscədə də ki vardı. Bunun Türkçəsi indi zehnimdə idi. Ələncinə yadıma düşər, deyərəm. Otlu həmlə ya həmlənin özü, yəni savaşın ya bu əsli yeri. Oradakı da ya indi tüfəng açıldı, top açıldı, muşək açıldı, o mərhələdir. Ya da ki, qədim qılıncla savaşa girirdilər, bir-birinin qarnına vururdular. Ora, o mərhələ. Son tözü deyibdir ki, həmlə və atəş 5 rəviş dərəd. Həmlənin 5 yolu var. 5 yol yöntəmlə həmlə üz verər. Əvvəl suzanda. Birincisi budur ki, yandırasınız. Çölü, dağı, daşı verirsiniz, bunun ayağına yandırırsınız. Bəzi insanlar mütəəssifanə İranda belədir. Mən bu günləri bunu bir yazdım, bir-iki yerdə də paylaşdım. Mənim nəzəriməcən İranın bir dənə də məqalə, qısa məqalə dostların birinə cavab olaraq yazmışam. Umaram ki, bu günləri yaya biləm. Çünki keçən günlərdə bəlkə 10 dana, 15 dana da qısa yazılar yazmışam ki, onları yaya bilməmişəm hələ. Mənim də nəzərimə ərzişi var bunların. Mənim nəzərimə İran milləti, İran coğrafiyası dediğin adam, əvvəl bunu deyim, mən əslində mötəqidəm, şimaldan heç vaxt günəyə, yəni quzeydən günəyə köç olmayıb tarixdə. Bu tarixçilər ki, deyiblər ya filan cəmiyyətşünaslar, bunlar hamısı yalandır. Çünki quzeydə yemək azdır, onun üçün quzeydən günəyə köçmək olmaz. O yerdən köçmək başlar ki, orada yemək çox ola, doğum çox ola, oradan zəif adamlar məcbur olarlar savaşlarda qaçsınlar quzeyə. Mənim nəzərimə İranda yaşayan insanlar, bu biz türklər, ərəblər, bəluçlar, türkəmənlər, farslar, bunlar hamısı güneydən, yəni məsələn Hindistan tərəflərindən ki, istilikdir, yemək çoxdur, istisi çoxdur, mal heyvan yaxçı yetişər, meyvəzat yaxçı yetişər, əkinəcək yaxçı olar. Onlar da bunlar qoyublar, qaçıblar, gəliblər uzaq yerlər, quzeyə tərəf. Bura quzey və batıdır. Bir yol. Bunlarda susuzdular bunlar. Bu yerlərin müşəxəssəsi budur ki, suyu azdır. Gölgöyərəntisi azdır, meyvəsi azdır, bitirəcəyi azdır, dərdədəyən torpağı azdır. İndi burada nə olubdur? Mühacirət oradan bura gəlibdir. Birincisi bu. İkincisi bu ki, hər kəs əvvəl gəlibdir, o yaxçı yerləri alıbdır. Hər kəs sonra gəlibdir, səfih yerləri alıbdır. Bu da tarixdə elə insanlar bu cürdürlər. Yəni, mühacirət beləsi olar. Getdikcə, məsələn, quraqlıqlar qalıb kimə? Farslara. Bəllidir, məsələn, ərəblər bizdən qabaq gəliblər ki, suyun qırağını tutublar. Bəlkə də ərəblər elə orada imişlər. Çünki ərəb torpaqları təqribən isti suyun, əvvələn suyun qırağıdır, yəni dənizin qırağıdır. İkinci, isti yerdir. İsti olmaq özü çox mühümmüdür. Məsələn, Hindistan isti yerdir. Onun üçün orada çoxdur. Adam çoxdur. Və ya qışı yoxdur. Uzun qışı heç olmasa yoxdur.
indi bundan bir şey istirdim alam hər halda. Hər halda gələk bəhsimizə. Deyir ki, savaşda bir budur ki, yandırasınız. İndi savaşa giririk, istirik ki, onu istəyəcəkdim deyə. Mütəəssifanə farslardan bizə keçən bir şey var. Bir rəsmi rüsum var. Məsələn, ola bilər Əl-Əhvaz iqlimində, bölgəsində, o zaman ki, bizlərdə qardı orada əkinəcək var. Orada qarpız əkirlər, məsələn. Axı, Novruz olmaz ki orada. Orada bayram olmaz ki. Oranın bayramı, məsələn, bir ayrı zaman ola bilər. Təbiətin bayramı. Təbiət bayramı. Bir yol. İndi, bizim adamlarımız, məsələn, farslar sizdə bedər dedikləri gün çıxıblar eşiyə. Biz indi adın qoyuruq təbiət günü, filan günü, bəhman günü, doğa günü filan. Bunlar hamısı muadil sazidir. Yəni, biz istirik ki, ya farslardan dalı deyilik. Bu günə bizim də adımız var. Əslində biz farsların oyunun içində oyunlaşırıq. Bəzi şey ki, onlar yalandan düzəldiblər. Onlar biz necə ki, tarixi yalandan yazıblar, bizdən mənimsirik onu. Bizim bəzi insanlarımız var, yaxçı kompüter və hard disk idilər. Yaxçı üstlərində minlər kitab zehnilərində doldurublar. İstəyirsən bir şey danışasan, tarixin sevdikləri yerdən oradan bir tarix mədrək gətirirlər. Amma tarixi nəqd eləyənmir. Çünki belə bir şey ola bilər, əslən insanın zehninə yerləşə bilir, belə bir şey olsun ya yox. Bu çox əcib bir şeydir. Görürük ki, sizdə bedərdə çıxıblar, ağaçları yandırırlar, meşələri yandırırlar. Adamın mərəzi var. Mən belə bir məriz adamları görəndə, indi İranda bu mərizlik getdikcə çoxalır, dostlar. Görürsünüz ki, insanlar bir-birinə rəhm eləmir. Yəni, videolarda görürsünüz, adam bıçağı götürübdür, onun telefonunu almaq üçün onu vurur, qəmi ilə, şəmşir ilə. Ya görürsünüz ki, bu günləri video gəlmişdi, adam, məsələn, bıçağı tutub əlində, bıçaq da deyil, bəllidir, farslar tizi deyirlər, yəni kəsici bir şey tutub əlində, adamın deyir ki, sən burada duracaqsan, mən maşının dalısından qarpızları yığıb aparacağım, o birisinin meyvələrini daşıyırlar, aparırlar. Ya maşın, məsələn, yıxılıbdır, adamın orada canı xətərdə, maşın azılıb gedibdir, milyonlar tümən onun şeyi lazımdır, o yük sahabına cərimə verəcək, o lazımdır, adamlar bunu yükün qaçırdırlar. Yəni, bu qədər, mənim nəzərimə, bu millətlər zəif millətdirlər. Yəni, güclü millətlər, yaxşı yerlərdə qalıblar, gücsüz millətlər, Avropa güclü millətdir. Vaqiyyət budur ki, biz inanaq-inanmayaq, insanların arasında bir fərq var. İndi deyək, Nəcat pərəstini inkar eləyək ya inkar eləməyək, fərq var arasında. Onun vəzi yaxçıdır, bizim vəzimiz pisdir. Burada bir fərq var, beynimizdə bir müşkül var, qardaş da. Bizim niyə beynimiz işləməyib otursun? Onun beyni işləyibdir. Niyə Avropa olubdur, amma hələ feylən İrandır. Onlar 300 il bundan qabaq, 500 il bundan qabaq getdiyi yerə biz hələ yetişməmişik. Onlar 300 il bundan qabaq qətar düzəltmişdilər. Biz hələ qətar, heç maşın düzəldəmirik, doçərxə düzəldəmirik. Lastik düzəldəmirik, tuyub düzəldəmirik. Zehnində bir şey var. Aha, burada bir müşkül var. Qəbul eləyək. İndi bunu nəyə bağlırıq? Bağlayaq, amma bir müşkül var. Əvəzin ki, bir-birimizə köməklik eləyək, bir-birimizə əzirik. Olmaz ki, burada bir müşkül var. Hər halda çıxırıq dağla, əvəzin ki, ağac əkək, gül əkək, filan əkək, dənə yiyirik, meyvə yiyirik, onun dənələrini qıyıq cibimizə, həftə başı aparaq dolananda bunu əkək, kətdə, yolda, dağda, daşda. Deyək, qurt-quş yiyər. Şəhsən bu ağac olmasın, qurt-quş yiyər. Gedirik çöldəki ağaçları yandırırıq. Olan Qərə dağda quş qalmayıbdır ki, insanlar vurmayarlar. Hərə əlinə bir tüfək götürübdür, quş qalmır ki, vura. Mən yüzlər dəfə Günas TV-dən də demişəm, buradan da demişəm, dostlarla danışanda demişəm. Ağa, bir dana göbələk ki alırsınız, farslı qars deyirlər. O göbələyi gecə, o altındakı şeyi var, dəstə kimisisi var, onu qırsaz, qoysaz ağzı üstə, qoysaz boş qaba, bir dana boş qaba qoysaz,
Süb bunu götürsəz deyik, içindən 1 milyondan çox toxum tökülüb bura. Bunu tökün bir dana böyük su səpən bir şeyə, ya səm səpən bir şeyə, su da tökün üstünə, bir yol, onu vurun bu meşələrizə. Tamam olar şey olar sizə. Yəni 1 kilo şey alsaz, inanın mənə, 1 kilo göbələk alsaz, onları qoysaz boş qaplarda, toxumları tökülsə, o toxumları töksəz 10-100 litr suya və bu suyu səm kimi səpsəz çöllərizə, dağlarıza, 3 aydan sonra, 5 aydan sonra görəcəksiniz ki, tamam olar göbələkdir. Düzəldi məmləkətinizə, abad eləyin, satın da, qazanın da. Olan nə mənə var öldürürsünüz? Yumurtaları alın, qoyun, yumurta çıxarsın, qoyun quşlarınız yumurtalıq olsun. Hər yer yumurta quş olsun. Vətəniz quşluq olsun. Fəqir nədən olar fəqir? Çünki hər bir şeyi aradan apardıqca bir ayrı bir şeylər də aradan gedər. Burada bəzi heyvanları səmminən öldürürdülər. Bu, Avropada, Amerikada. Mən geçən həftələr bunu öyrəşmişəm. O cümlədən biz Fatmə nənə dediyimiz farslar kəfşluzək dediyi heyvan da bu səmmilərdə ölürdü. İndi görüblər ki, bəzi qurtları ki, gözə görsənmir, meyvələrin, güllərin üstündə bunları yeyirmişlər. Ona görə qədim meyvələr bununla belə ki, səm istifadə eləmirdilər, zəhər istifadə eləmirdilər bu heyvanları öldürməyə, meyvələri salim saxlamağa. O zaman qurtlu meyvə az olurdu. İndi hər yer qurtlu meyvədir. Niyə? Çünki qurtları öldürmüşük axı. Hər halda. Deyir ki, gedək kitabımızı oxuyaq, çünki mühüm bəhsidir, 2 günə də istəyirəm bunu qutaram. Deyir ki, odunan həmlə eləmək düşmənə 5 yolla, yol yöntəmi var. Biri budur ki, verəsən oda yandırasan. Çölü, bayırı, şəhəri verəsən yandırasan. Da bilirsiniz, burada nə heyvan diri qalar, nə ağaç qalar, nə millət qalar, nə adam qalar, nə heyvan qalar. Heç sıt qalmaz, hamısı aradan gedər. Göy-göyərən də aradan gedər. İkincisi budur ki, suzanda nə zəxayir. Məsələn, düşmənin ambarları var, benzinləri var. Məsələn, nəft fabrikaları var. Ya hər nə mənə var. Bunları oda verəsən. Biri də budur, zəxayir. Onun zəxirələri. Nəft, qaz, nə bilim, hər nə ki, bunlar özlərinə zəxirə eləyiblər. Biz zəxiriyə daldalıq deyirdik qədim. Yaman günlük, daldalıq, belə bir sözümüz var idi, zəxirə. Hətta pəsəndaz ki, farsça vardı, buradan gəlirdi. Yəni, daldalıq. Amma mən sonralarda gördüm, buna Türkiyədə bir gözəl söz düzəldiblər. Umarım ki, yenə yadımdan düşər. Mütəəssifanə bilmirəm niyə. O qədər türkçü danışmış ki, bəzi şeylər yadımızdan çıxır. Üçüncüsü nə oldu? Suzanda nə məvad? Hər nə ki, düşmənin əlində də onları yandıraq. Onların əllərində olan maddələri yandıraq. Dördüncüsü, suzanda nə zərradxanələr. Zərradxanə taza sözdür, dostlar. Yenə bu kitabın yazdığından bəlli olur ki, taza sözdür. Zərradxanə normalda bu yeni savaşların, yəni tüfəngin, muşəkin, bombun, təyyarənin, bunların saxladığı yerlərə deyirlər zərradxanə. Bəlkə qədimdə bir şeylərə deyirmişdir, amma hər halda bu mənim nəzərimə gəl tazadır. Zağə, indi zağələr zad deyirik. Məsələn, bu zağələri zadı yandırmaq. Beşincisi, istifadə et məvaddır pərtabiyə atəşza. O şeylərdən istifadə eləyək ki, ata bilər onu. Məsələn, indi koktol molotov vardı, onu atırlar. Həm əl ilə atmaq olar, məsələn, 50 metrə gedər. Məsələn, süpə ilə atmaq olar, 100 metrə gedər. Ərz edeyim xidmətinizə. Ya, məsələn, indi tüfəklər düzəlib ki, bu oda belə tuturlar, vururlar fişarla, bu benzinin içində hər nə yana axır yaxıt. Axar yaxıt hər nədir bu? Bunu fişarla həm odla od vurur, yəni həm də ki, səpir bunları yandırır. برای استفاده از آتش بایستی bir برخی از وسایل توسل جست. Buna görə ki, oddan istifadə eləyək, deyir, bəzi vəsilələr lazımdır. Mən indi misal vurdum,
tüfəngi. Məsələn, tüfəng ki, su atır ha, elə onun da içinə məsələn benzin doldursan, atsan, o tərəfdən də vursan, mümkün o bilmirəm neçə min tüməndir, o bir dənə də burada əvvəl atanda bir dənə fəndək tutasan buradan yana, o yandırar aparar onu o üzə. Bu da o şeylərdən. TSO ki bir dənə stratejistdir, çox adını oxumuşuq. O deyir ki, az xiyanətkarani ki, در صف دشمن وجود دارد استفاده کنید. Hər millətin içində mütəəssifanə biz türklərin içində xiyanətçi və farsların içində daxil çox. Hər nə qədər bir millət zəif olsa xiyanətkar çox olar. Hər nə qədər iqtisadı zəif olsa belə xiyanət çox olar. Amma bunun bir tərsəsi var. Əfqanistanlar bizdən iqtisadları zəif ola bilər. İranda yaşayan millətlərdən. Amma bizdən güclüdürlər, bizdən qeyrətlidirlər. Mən hətta bu günlərdə getmişdim fizioterapiyə. Gördüm bir dənə məğazədə xanımlar işləyirlər, hamısı 50 yaşdan yuxarı və hamısı Əfqan. Shang Yu adlı biri deyib ki, həmlə və atəş der girov şərait cəbbi است. Odunla əgər bir yerə həmlə edirsiniz, ab-ı həviyə baxacaqsınız. Hava necədir? Vəziyyət, durum nəcürdür? Atmosfer deyirlər latincə. Atmosfer, cəv ərəbcə. Göy necədir? Hava necədir? Deyir, buna diqqət eləyəcəksiniz. Niyə? Çünki, məsələn, İran, mən eşitdiyim və o zaman ki, orada olurdum, bəzi yerlərə də yaxın idim. Məsələn, İran bəzi yerlərdə RPG ilə şey atıbdır, bombi şimyayı. Partlayıb, yel qeytərib gətirib özlərinin üstünə. Salıblar Ərağın başına. وسایل و مواد سوختنی همواره باید در دسترس باشد. اگر istəyirsiniz odlu bir həmlə eləyəsiniz düşmənə, indi hətta hər nə ilə gərək hətmən onun dalısı gələ, əldə ola. Yəni məsələn hətta o tüfəng ilə istifadə, güllə olmasa tüfəng dərdə dəyməz ki. شانگیو deyibdi ki, həmişə əbzar və vəsail və məvad suxtəni باید از پیش آماده şudə başan. Hər şey əlbəttə ərz elədim. Qabaqdan gərək hazır olmuş savaşa. Biz əgər istəyirik ki, Sipah-Pasdaranla xiyabanda savaşaq, gərək ki, məsələn, koktol molotofları qabaqdan düzəltmiş olur. Orada düzəldə bilmərik. Ya biz indi koktol molotof qədimsizdir. İndi maşallah insanlar son çərşənbədə, axır çərşənbədə narincəklər düzəltmişlər ki, onlara aslında Sipah-Pasdaran maşın dağılar, içindəki sərbazlarda bir həftə, ölməsələr də bir həftə huşları yerinə gəlməz üçün o qədər onun içində səs var. Amma gəl onu qabaqdan hazırlayasın. Yəni sən əgər çıxırsan Rahbeymalığa gedirsən, şəhrin içində bilirsən ki, pasdarlar, bəsicilər sənə həmlə eləyəcəklər. Sən elə onlardan düzəltmirsən, yanıncan aparırsan, o gələndə atırsan, düşür içinə. O səni vurur, sən də onu vurursan. Yəni savaşa çıxmısan. همیشه ابزار و وسایل و مواد سوختنی باید از پیش آماده شده باشد. oxuduq bunu. برای روشن کردن آتش دوره‌های مساعد و ایام مخصوص وجود دارد. Deyir ki, hər bir işi görmək üçün əlbəttə bu dövrəsi var. Onun bir dövrəsi var, təlimat dövrəsi var. Gərək biləsən ki, bunu nə cür bu işi görəcəksən. Və bəzi işində deyir vaxtı vardı. Məsələn deyirəm, odu yağışlıqda istifadə eləsən tez sönər. Ya əslən istifadə eləyə bilməzsən. Yağışlıqda normalda savaş yatar, qarlıqda savaş yatar. Təhcə demək olar o ordu ki, qarlıqda təqribən savaşda Azərbaycan ordusu idi. Dostlar, bu günləri dostların biri də Fikrim Həsən Kərimzadə idi, bir məqalə yazmışdı, oxurdum. Dostlardan bir ikisi çox gözəl türkcə yazırlar. Sifariş edirəm, türkcə yazılan dostların məqalələrini oxuyun, çox gözəl şeylər yazırlar. Mən bu gün birini də sevdim, amma Abbas nəməni idi adı. Abbasi. Mütəəssifanə bu Abbasi adında adamı mən axtardım da tapamıram. Dostlar, bu türkcə yazanları lütfən mənə aydilərin, o adların göndərin, mən də bunları dost olum, bunları oxuyayım. Çünki mən bəzən görürəm ki, bu türkü, bu sözü mən bilirdim, amma o qədər farsi işlətmişəm, bunun yerinə eşitmişəm ki, farsi işlədirəm, ya ərəbi işlədirəm. Amma bu dostumuz bu günləri bir məqalə yazmışdı, çox gözəl məqalə yazmışdı, Təbrizin havasına görə idi.
Yəni bir-iki dənə qələti imlai var idi, təbiidir bu olar. Hər kəsin olar, mənim də olar. Amma çox gözəl yazmışdı. Yəni insan iftixar edir ki, belə bir dostu ola, belə bir türkcə yaza. Məqsud az ədvar, ədvar bilirsiniz, dövrlər. Zamana deyilir çox vaxt. Çox vaxt ədvar sözü gələndə zamandan zamana. مقصود از ادوار هنگامی است که گرمای سوزان وجود دارد. O zaman ki hava istidir, yağış yağmır, ona deyir. O zamanlar. Bunu deyir. Və məqsud az əyyam, əyyamı da məni elir şeydə, ordu sözündə. Əyyam sözü deyir, bu da hengami است که ماه در صورت فلکی قوس الفارتراز الفاراتز ای ya şen est. Bu da bilmirəm o şeylərdir. Çini talaya baxanların sözüdür. Deyir əyyam o zamandır ki göydə ay filan yerdə durar. Qədim aya baxanların, fala baxanların sözləri idilər. Zira dərin ləhəzat bad bərmixizədir. Çünki bu zaman yelliq olar. Məsələn, orduda iki dana bizə söz dedi ki, biz bunları bilmirdik. Biri ədvardır o zaman ki, o zamanlara ki, orada günlük olar, quraqlıq olar, ona ədvar deyiblər. Əyyam o zamanlara deyiblər ki, ay filan yerdə olar, yel əsər. Yel əsən zamanlara da əyyam deyiblər. Əlbəttə, bunların hər ikisi ərəbcə sözdür. Həm ədvar, həm əyyam və Azərbaycan ordusunda və ya ordularda, bizim bölgəli ordularda mümkündür bunun mənası olmuyor. Amma bu adam tərcüm edib, soxubdur belə bir şeyi bu içinə. Bəli, ola bilər də ki, orduda vaqən belə olsun, yəni ordu özü bir təxəssüsdür, o təxəssüsün özünə təxəssüslər lazımdır. Məsələn, biz deyirik Gələncədən, yəni ki, durmuşuq bir yerdə, deyirik Gələncədənlərə baxırıq. Amma bu orduda Gələncədən bir dənə əsləhənin bir parçasının adıdır. به هر حال به هنگام حمله با آتش بایستی در برابر تغییرات عکس‌العمل نشان داد. deyir o zaman ki bir iş görürsünüz, onun nəticəsi nədir? O nəticə hayüzə gedir, onlara diqqət eləməlisiniz və ondan dəyişməlisiniz. Mümkündür odu atasız, od istədiyiniz yerə düşməyə, yaxına düşə ya uzağa düşə. Bu bir. İkinci bu ki, mümkündür odu vurasız, istədiyiniz yerə tərəfə yanmaya, tərsə tərəfə yana. Üçüncü budur ki, mümkündür yeli atasız, o yer ki istəyirsiniz yana, ora yana ayrı yerlərə də daşa. Daşa farsca, ərəbcə sirayət deyirlər. Biz daşmaq deyirik. Ya sıçramaq da deyirik. Sıçramaq da deyirik. Hətta dünən İsrail üçün, yəni bu elə 13 bedər doğa günü ya təbiət günü ki adlandırırlar indi Azərbaycanda bəzi dostlarımız. Orada odu gördük ki, sürətlə necə bir Araz çayının qırağında qəmişliklara od vurublar, necə sürətlə yayılır. Çünki yel odu aparır və qəmişliklər də qurudular, rahatca od tutub gedəcəkdir. Minlər heyvan, quş onun içində aradan gedəcək. Hengami ki hərik der daxili orduya düşmən dər giribdi. O zaman ki düşmənin içinə bir, indi dedim bu çərşənbə, son çərşənbədə narincəklər kimi bir şeylər səs salan tərəqqələr düzəldir. Bunu atdınız düşmənin içinə, Koktol Muratova atdınız, od atdınız, bir şey yandırdınız, vurdunuz ora ya şey elədiniz. Deyir, o zaman ki düşmənin ordusunun, adamların içinə belə bir şey saldınız, belafəsi məcmui əməliyyat-ı xarici ilə həmahəng konun. Gərək onu niyə atırsan, bunu attın ki nə olsun? O qorxdu, dəydi bir-birinə, nəzmi nizamı qatışdı, bilmirlər neynəsinlər, məşğuldular bunu söndürməyə. Sən neynəyən, bunu attın ki durmuşsan uzaqdan nəyə baxasan? Yox. Bunu atırsan ki, sonki işi görəsən. Düşmənin nəzm intizamı, fikri qatışa bir-birinə, nəzm intizamı dəyə bir-birinə, bir-birlərindən fərman alıb verə bilməyələr, dəsturlara qulaq asanmayələr, qorxu düşə canlarına ki, sən onları rahatca yıxa biləsən. Yəni, həmlə eləyəsən, bunların silahlarını alasan, bunları təslim alasan, saxtımanlarını tutasan, bunlar ötürdü. Yoxsa bunlar ötürdü, ki, ata qoru qoxsunlar, biz də duraq burada baxaq. Son çərşənbədə bunu atırdılar, xanımlar uşaq salır. Qorxur. Adamların əlində partdır. Diqqət buna görə deyir, dövrə görməlidir, təlim görməlidir. Çünki adamların əlində partdır, əlləri qırılır. Gözləri,
Atırsan partdır, gedir adamların göz başına dəyir, gözləri çıxır, bədənləri yaralanır. Bunlara çox diqqətli olmalıdır. Bunlar bizim məsuliyyətimizdədir. Bunun üçün deyirəm, bizim adamlarımız getdikcə vəhşiləşirlər, getdikcə cani olurlar, getdikcə cinayətkar olurlar. Əgər dövlət bizə yetişmir, biz özümüz bir-birimizə yetişək. Əvəzin ki, belə eləyək, bir-birimizi özümüz qırmağa və zərər verməyə çalışırıq. Çünki məsuliyyət qəbul eləmirik. Yəni, məsuliyyətdən qaçırıq. Fəqət mən biraz gülüm. İndi bu sonucunda bu gülmağın nə olacaqdı bilmirəm. Minlər nəfər yığışıbdır, yüzlər nəfər yığışıblar Şahkölüdə oynurlar. Heç birisində maskı yoxdur. İndi burada bir nəfər məriz olsa, bu mərizçilik bunlara yayılsa, dostlar, deməyin yayılmır. Baxın, mən 3 dənə vaksinin üçündə vurdurmuşam Kanadadayam. 4 dəfə korona tutmuşam. 4 dəfə 2 ay yarımda yatıram korona. Həm təsadüf var, həm də yatır. Bunu deməyin ki, tutmuram. Hər kəsin yanına getdiniz, gəldi yanınıza, eləyə bilər, alasınız ondan mərizçilik. Deyir ki, o zaman ki, düşmənə bir zərbəni vurdunuz, o zərbədən sonra bu düşmən özünü itirəcək, özünüz onları gelecek. Lakin əgər əfrad ləşkəri və aramış ra hifz kərdən səbr konid və həmlə nəkonid. Amma əgər daşı atdınız, odu atdınız, ya o səsi saldınız, amma bu düşmən hələ fiilən öz nəzm intizamını hifz edir. Həmlə eləməyin, çünki o hələ hazırdır. O zaman həmlə eləyəcəksə, o həmlədən sonra onlar qorxu düşəcək canlarına. Qorxu düşməmişsə, hələ fiilə fərmandehin sözünə qulaq asırlarsa, geçməyin. Həmliyə geçməyin. Hengami ki, hərik به منتها درجه خود رسید چنانچه ممکن است کار را تحقیق کنید و الا منتظر بمانید. Əgər odu vurdunuz, od belə daşlandı, qalxdı. Oradan ki, mümkündür qoy bu geçsin yuxarıya və buna zərər vursun. Amma əgər gördünüz ki, o zərərlər düşməni qorxutmur, onun nəzm intizamını dağıtmır, bunları qatışdırmır, bunlar hələ fiilən məsələn 100 nəfər, 1000 nəfər hamısı elə bir adamdır, hamısı fərmandehin sözü edincə, onda deyir səbr edin. Bir ayrı taktikə gidin, ya ayrı zərər vurun, ayrı yerdən odu vurun, zərər vurun. Əgər mitəvanid həriq ra az xaric orduya düşmən roşən konid. Əgər eləyə bilirsiniz, elə başlayın ki, əslin düşmənin ordusunun, məsələn, indi bura Kələntərəsidir, bura Pasqahıdır, bura Ziddi Şurişidir, bura Ustandarəsidir, bura Fərmandarəsidir, bura monitoring sistemdir, bura radyo televizyondur, bura Sipah Pastaranın Ləşkəri Aşurasıdır, bura Fulanıdır, bura Bəhmanıdır. Deyir, əgər eləyə bilsəz, onun eşiyindən odu vurun ki, çıxa bilməsinlər də eşiyə. Lazım نیست که وجود حریق مذکور در داخل ordu باشد. Deyir, həttəmən içəridən görməyə ehtiyac yoxdur. Kafidir ki, bunlar görərlər, eşitdə bir şey. Bu da bir qorxu yaradar. Nə olubdur? Niyə gəliblər? Niyə od vururlar? Amma deyir ki, həttəmən lazımdır odu o zaman yandırasınız ki, ondan bir mənfəət götürəsiniz. Əgər mənfəət götürəməyəcəksiniz, faydalanmayacaqsınız, yəni kar qazanmasınız, niyə yandırırsınız? Bir kardan ötürü. Əgər xiyabana çıxırsan, bir kar qazanmaqdan ötürü. Bir mənfəət qazanmaqdan ötürü. Əgər bu karı qazana bilməyəcəksən, niyə çıxırsan xiyabana? Niyə gedirsən, 3-4 nəfər də yaralanır, ölünür, tutulur, qeydirsən? Əgər çıxacaqsan xiyabana, hesabla ki, biz çıxırıq, qeyitməyəcək, məncə bu hədəfə yetişək. Biz 40 ildə deməyək, 30 il deməyək, 20 il deyək ki, 20 ildir biz ana dilin rəsmi olaraq millət şüar verir və istir. Niyə ala bilməmişik bu günə qədər? Çünki getmişik elə şüar vermişik 5 dəqiqə, 10 dəqiqə, 1 saat getmişik, girmişik evimizə. Gedib bir həftə xiyabanda qalmırıq ki, mən çıxdım bu xiyabana, o bir həftə qalacağam. Ağa gəlsə bizi 100 min nəfər tutsun aparsınlar zindana. Hangi zindan bizi tutar? Hangi saxtımanda biz 100 min nəfər yox, əgər 1000 nəfər zindanda bir difar, 1000 nəfər yox, 100 nəfər. Zindanın difarını belə itələsələr, aşırarlar, çıxarlar. Niyə zindanın içində difar belədir, hamı heç kəs çıxa bilmir? Çünki hamı bir-birindən qorxur. Yoxsa, əgər 100 nəfər bir olsa, difarı itələsər, difar aşağı gedər, zindanın həyətini yıxıb çıxarlar. Ya bu cürdə də o divarı nə ilə tikiblər ki, 100 nəfər aşağı onu yıxa bilməyə? Hengami ki, با آتش همراه شد حمله نکنید. O zaman ki deyir ki, o yel gəlir ora, onda həmlə eləməyin. Baxın, bunu o zaman deyir ki, yel həmləni sizə tərəf, yeli odu sizə tərəf gətirir. Təbii ki, düşmənin üstünə tərəf aparır, gedir. Hengami ki, در روز یا باد می‌وزد شب بند می‌آید. Bunu bir dana coğrafiyayı bir şey deyir. Yəni havanın durumuna görə deyir. Deyir, əgər yel günüz əssə, gecə sakit olar, gecə əsməz, gecə əssə günüz əsməz. Bunu istir desin.
پس لشکر باید 5 مورد مختلف حمله آتش را بشناسد و علالدوام دقیق و muraqib başı. Deyir, bir dana ordu, bir dana insan, bir milli fəaliyyət istəyir oddan düşmənin əleyhinə bir növ silahdan istifadə eləyə, fayda götürə, kar götürə, gərək neyniyə, nə cür həmlə eləyəcəyəm bu silahına? Onu gərək bilə. Və ələd-dəvam, yəni daimən diqqətli ola. Hər saniyə diqqətli ola ki, mən bu silahdan nə cür istifadə eləyəcəyəm? Yoxsa özünə ya adamlarına zərər verər. Məsələn, indi biz deyək ki, o çərşənbə Suridə nə qədər də adam istəmir ki, vura. Məsələn, 4 nəfər yaralana, 3 nəfər yaralana, birinin gözü çıxa, birinin əli qırıla. Diqqətsizlik eləməkdən o düşdü bir yerə ki, orada adamlar, məsələn, mən gördüm bəzi yerdə bir dana evin divarına vururlar. Aha, o evin dalısında əgər ev sahibi var, uşaq var, məriz var, onları sən fikrini eləmirsən ki, orada adam ölsə sən nə edəcəksən? Fikirlə ki, sənin nənəndir, dədəndir, bacındır, qardaşındır, əmindir, dayındır, sevdiğindir, məşuqəndir. Divarın dalısındadır, mərizdir, hamilədir, bir dana müşkülü var. Sən bunu vurdun, o dizçində öldü. Getdin evisə gördün ki, sən vurmadın, qoldaşın vurdu ki, neyəcək Əhməd, sizin divarınıza mən vursam nə olacaqdır? Əhməd də bilmir ki, sizin divarınızda, ya sən bilir. Sizin divarınızın dalısında da, məsələn, nənən mərizdir, dədən mərizdir, ya qocadır, ya uşaq var, qorxar, vurur ora, o da içəridə öldü, ya məriz dədəsidir. کسانی که حریق را برای پشتیبانی حملات خود به کار میبرند از همدستی و ارتباط مخفی برخوردارند. Deyir, o adamlar ki düşmənə zərər vururlar. İndi deyək ki, məsələn, bir belə lat xiyabanda qəmə çəkirlər, bıçaq çəkirlər, filan eləyirlər. İndi 2-3 dənə ağıllı, qədim deyərdilər ki, qoçaq, yəni qəhrəman, qoç, savaşçı. Deyir ki, ağa, İndi ki, bunlar bundan istifadə edirlər, bəhs edirlər filan. Mən də məsələn, bıçağımı götürəcəyəm, ya qəməmi götürəcəyəm, ya müsəlsəlimi, ya koltumu gedən bunların qabağına. Deyir, bunlar ki, bir-birləri ilə işləməlidirlər. Bəli, bunu heç kəs bilməlidir, məxfi qalmalıdır. Bunların həm dəsti, yəni birlikləri. Məxfi də yəni gizli. Yəni gizli qalmalıdır. Biz ikimiz, üçümüz gedəcəyik. Məsələn, bu atacağıq ora, o səs olacaqdır, onlar deyəcəklər bir-birinə, biz onların silahlarını alacağıq və qaçacağıq və gedəcəyik filan yerdə bunları gizlədəcəyik, ya bunların qabağında duracağıq. Məsələn, kələntərləri deyəcəyik ki, əsləhələrinizi atın yerə, atmasaz biz də sizi vururuq, onların əsləhələrini alacaq, millətin alacaq. Baxın, bir dana bir iş görür, sistematik bir işə çevrilir. Və kəsani ki, toğyan ab را مورد استفاده قرار میدن از نیرو برخوردارن. Deyir, onlar ki, necə oddan istifadə eləsən bir gücü əlbə almısan, eyni halda deyir, bir suyun daşmasından, toğyan daşma, suyun daşmasından, axmasından, selindən də fayda götürmək o cür. Dedim, məsələn, dünən misal vurdum ki, Kərəd səddi var, Lətyan səddi var Tehranda, İsfahanda səddlər var, Şirazda, Yazdidə, Kirmanda, Kaşanda, Simnanda sədlər var. Əgər siz bu səddi sındırsaz, bu səddin suyu sizin əlizdədir. Çünki aşağıda düşmənə zərər vuracaqsınız. Əvvəl bu ki, düşmənin suyu olmayacaq istifadə eləməyə. Bu birinci zərəlidir. İkinci bu ki, bu getdikcə o ağır su ki gedir, o sel, o dağıda gedəcəkdir. Bir çox yerlərdə şəhəri bunun üçün dizəlməyibdir ki, bu dağılsa geçsin. Bəlkə bunu kontrol ağzını biraz atırlar, qapısını atırlar, buradan biraz su gedir, o suyun içi, dərənin içinə gedir. İndi əgər siz bunu sındırsaz, görün ki, nə qədər su, nə yekəlikdə, nə enlilikdə, nə ucalıqda gedər və bunları yıxa-yıxa şəhəri götürər aparar. Məsələn, Allah görsətməsin, bir gün Kərəd səddi sınsa, Kərədin yarısı aradan gedir. Deyir ki, ab میتواند دشمن را منزوی کند. Munzəvi eləmək, yəni təhs almaq, ayırmaq. Su eləyə bilər, düşməni ayırsın. Siz bir yerdə bir suyu, səddi, normalda bu səddə işarə olunur. Səddi aşsaz, onlar keçənməzlər, qalarlar otay butayda, yəni bölünər. Buna deyir, münzəvi.
Lakin نمیتواند ذخایر غذایی و مواد را از بین برد. Amma su eləyə bilməz ki, gedən məsələn anbarı, ərteşin ya dövlət, Fars dövlətinin məsələn ya bunun benzinin, qazolun, nə bilim mühüm idarələrin aradan aparar. Çünki suyu siz hər yerə əlinizlə apara bilməzsiniz. Amma odu hər yerdə qoya bilərsiniz, hər yerə od vura bilərsiniz. Fərqi budur. İstir onu desin. Piruzi در niyə deyir məvad qəzayı çox işarə edir? Çünki orduya yemək lazımdır. Ordunun yeməği olmasa üsyan elər. پیروزی در نبردها و تصرف اهداف مورد نظر و عدم توفیق در استفاده از این نتایج نامبارک است. Deyir, çox pisdir, yaxşı deyil ki, siz savaşda qazandınız, savaşı uddunuz, düşməni yendiniz, bəzi yerləri aldınız, ya bir yeri partlatdınız, od vurdunuz, suyu açdınız, sonra amma istifadə eləmirsiniz. Buna deyir, bu əslində yaxşı deyil, namübarək, yəni yaxşı deyil. Bəlkə pisdir. Niyə axı sən o, məsələn, maşını od vurdun? Sərbazlar da bilmədilər 5 dəqiqə neyniyəcəklər. Hərəsi bir quşədə əlin qoyub qulağına səsdən cic qalıbdır. Niyə bunları bu cür elədin? Niyə o kələntəriyə məsələn bir dənə bir şey atdın, getdin? Hədəfin nə idi? Bir dənə adam öldürmək idi elə. Adam öldürmək yaxşı bir şey deyil. Bəlkə sən istəyirsən buradan bir şey al, bir silah alasan, millət silahlana. Haram kردن وقت نام داره. Bunun adı vaxtı, enerjini, gücü haram eləməkdir. Haram da türkçəsi hədərə verməkdir. Hədərə verdi. Ərəbcəsi haramdır, türkçəsi hədər. و به همین دلیل گفته شده است که حاکمان روشنبین درباره نقشه‌های جنگی به مشورت می‌پردازند. Deyib buna görədir ki, deyiblər ki, savaşın yol yöntəmin ağıllı adamlar məşvərət elərlər. Biz gedirik neyniyək? Hədəfimiz nədir? Nə ələ gətirmək istiyoruz? Və fərmandehان ali این نقشه را اجرا می‌کنند. Və yaxçı fərmandehlər də bu nəqşələri icra elərlər. Çünki bir hədəf istiyoruz ələ gətirək. Savaş bunun üçün deyil ki, ləzzət aparaq. Savaş üçün deyil. Savaş bir şeyə ələ gətirmək üçündür. O zaman ki biz çıxırıq rapiymalığa sipah pasdaran, bəsit, şuriş, polis gəlirlər xiyabana. Bunların hədəfi var ki, bizi qaçırdalar. Yoxsa nəyə gəlir xiyabana? Bizi qeyd edəcək evimizə. Əgər bu hədəfə 1 saata yetişələr daha yaxşı, 5 saata yetişələr biraz pis, 10 saata, 2 günə, 1 həftəyə yetişələr, yəni biləxərə yetişirlər bu hədəfə də. Ərəblər neçə ildə inqilab elirlər, calib bilir, çox da bəhdə yanırlar, yazıqlar. Amma faydalanmırlar. Yəni, oldu, yaxşı, gəldik, 2 dənə də kələntirini aldıq, nə oldu? Heç zət, qeyddik, getdik evimizə. Bu deyil. Əgər kari به نفع دولت نباشد دست به آن نزنید. Əgər bir şey sizin nəfizə, ya o dövlət ki savaşırsınız, ya o dövlət üçün savaşırsınız, onun karına deyil, niyə girirsiniz bu savaşa? Ya bu savaşı niyə başlayırsınız? Bu enerjini, vaxtı, adamı niyə qoyursunuz üstünə? İndi bizim dövlətimiz, Güney Azərbaycanın dövləti yoxdur, dövlətçiliği var. Dövlətçilik, yəni bir təcrübədir, tarixən gəlibdir, bizim nəslimizdə qət olubdur, amma bizdə var. Yəni, inanırıq ki, biz dövlət quraq. Buna deyirlər dövlətçilik. Əgər bu dövlətçiliğin mənfəətinə, yəni karına bir şey olmasa, o işi görməməliyik. Hər nə iş ki bizim karımıza deyil, onu gərək görməməliyik. اگر نمیتوانید موفق شوید به نیروی مسلح متوسل نشوید. Əgər başarılı olmayacaqsınız, ordudan istifadə eləməyin. Əgər در خطر نباشید به کارزار نباشید. Əgər siz xətərdə deyilsiniz, niyə savaşırsınız? Savaşmayın. حاکم نمیتواند لشکری را زیر سلطه خشم و غضب بسیج کند. Bir dənə adam eləyə bilməz, zorla insanları bəsic eləyir. Əlbəttə İranda elədilər. Yəni gəlirdi xiyabanı tuturdu, bəsici adında. Hər kəsi sövürdü xiyabanda, deyir kəsən getkinə bəsicə ya sərbaza. Yəni, belə yığırdılar da, elan eləmişdi filan sinindən filan sinini, istədikləri adamda tuturdular, sərbaz göndərirdilər. Bir də adam qaçırdı, amma onlar tutmağa çalışırdılar.
و فرمانده نمیتواند تحت تاثیر کینه و ناراحتی دست به جنگ بزند. Haqqınız yoxdur çiynədən ötürü. Əlbəttə mütəəssifانə insanlar indi İranda belədirlər. Çiynə üzü ilə savaşırlar. Təəssüb üzü ilə savaşırlar. Yəni təəssüb millət üçün yox, demir ki, üçün bax burada savaş düşdü. Bu Azərbaycanla türkdür. Fərqi yoxdur. Qəşqailər savaşırlar, yoxsa türkmənlər savaşır, amma türkdür. Mən təəssübüm var. Bundan ötürü gedəcəm farslarla, lorlarla, hər kəs ki bunlarla savaşır, onlarla savaşacağam. Buna girmirik. Bu təəssüb yaxşıdır bizim üçün. Çünki bu millətçilik savaşıdır. Bu müqəddəsdir hətta. Amma ya biz müqəddəs eləməliyik. Amma indi görürsünüz ki, biri məsələn bizim toyuğumuza çiş dedi, itimizə, kətlərdə itə, heyvana, mənim zəmimə niyə düşdü, qapıma niyə gəldi, onlara savaşır. Bu tərəfdən də görürsünüz ki, gedir şeydə savaşır. Məsələn, xiyabanda sən niyə geçdin mənim qabağıma? Sən niyə məsələn burada parç elədin? Bunların savaşmağa həccisi yoxdur. Yəni, biz geçsin. Burada ara barmağı görsədən tohin hesab olur. Bizim İranda bu iki barmağın arasına baş barmağı qoyub görsətsən tohin hesab olur. Bu Avropa, Amerikada da bu ara barmağı görsətsən birinə tohin hesab olur. İndi bu ara barmağı görsətsin, ya barmağını qoysun, iki barmağını qoysun, o barmağın arasına görsətsin. Nə olsun yəni, görsətsin də. Mən özüm şəxsən özümü deyirəm, xiyabanda gedəndə belərsələ öpürəm beləsi. Xoş gəldin, get. Səni dava gördün istəyir, mən dava əhli deyirəm, xoş gəldin. زیرا ممکن است که آدمیزاده خشمگین بار دیگر آرامش به دست آورد. Bir dənə adam ki əsəbani olubdur, sonra soyuyacaqdır bunun qızmağı. Əsəbaniliği soyuyacaq. Bunun üçün biz soymaq və qızmaq deyirik. Deyir, bu adamın qızmağı soyacaqdır, soyuyacaqdır. Yəni sərinləşəcəkdir. Deyir, onda nə olacaqdır? Adəmizadə zəhm xordu. O adam ki indi yaralanıbdır. Az no ehsas rızayət künəd. İndi ürəyin ayrıqanda olmuşdu axı. İndi ürəyi yaralanmışdı, əsəbani olmuşdu, yəni qızmışdı, indi soyudu. İndi deyir ki, mən niyə bu işi gördüm? Niyə uşağımı vurdum, niyə arvadımı vurdum, niyə dədəmə bu söz dedim, niyə nənəmə bu sözü dedim, niyə balama bu sözü dedim, niyə qonşuma, niyə həmşəhərdimə, niyə dildaşıma, niyə şəhərdaşıma, niyə vətəndaşıma, niyə millətdaşıma, niyə qandaşıma, niyə dildaşıma bu sözü dedim. Amma dövləti ki az میان برده می شود بار دیگر نمیتواند استقلال. Amma o dövlət ki yıxıla, bir də çətindir qalxa bilər. Qacar dövlətini yıxdılar. 2 dəfə Məhəmməd Əli Şah istədi gələ hakimiyyətə ələ ala, ya 3 dəfə. Bunu tarixçilərimiz dəqiq bilirlər. Əlbəttə Google-də vardı. Google eləyən kim gəlir? Mütəəssifənə hətta qardaşı da şəhid oldu bu yolda. Amma eləyə bilmədi ələ gətirsin. Düzün axtarsınız, mənim nəzərimə gəlir ki, Azərbaycan xəyanət elədi Qacar dövlətinə. Təbriz başda olaraq. Mənim nəzərimə Təbriz daimən Azərbaycana xəyanət eləyir. Təbrizdə xəyanət ruhu var. Təbrizin toprağında bəlkə belə bir şey var, bilmirəm. Təbrizə gələn xəyanətkar olur sonunda. Bilmirəm niyə. Çünki, məsələn, Qacar Azərbaycanı həmlə eləmədi Tehrana tərəf. Bir tərəf deyirlər Şirvanşah tərəfindən, Kürdistan tərəfindən həmlə elədi Tehrana tərəf. Bir də Türkmən səhradan həmlə elədi. Güney Türkmenistandan. Azərbaycandan həmlə eləmədi Tehrana. Deyir, o dövlət ki, yıxıla, o bir də çətindir dura bilər. Amma adamlar bu cür deyirlər. Necə ki, deyir, mordegani be zindagi baz nemigerdən. Deyir, necə ki, ölülər daha dirilməzlər. Əlbəttə, mən diqqət edirəm. Ölülər dostlar, bu bir dana pis rəsmidir bizdə var. İndi deyək, bir nəfər səhd elədi, öldü zahirdə. Zahirdə öldü. Amma bu adamın beyni ən azı 4 saat diridir. Görürsünüz, bu adamı tez qoyublar, bağlayıblar, əlini də bağladılar, ayağını da bağladılar, kəfənə qoydular, kəfəni bağladılar, əvvəl əlini bağladılar, ağzını, çənəsini bağladılar. Birdən orada qışqırar. Niyə bağlırsın? Bəlkə o diridir, indi sənin döhdürün ya özün görürsən ki, bu adam ölübdür, qoyursan bunu kəfənə, bəlkə o ağzını açacaq, qışqıracaq, ay dad, mən ölməmişəm, məni niyə qoymusunuz bura? Bilirsiniz nə qədər adamları biz beləsi öldürürük?
Yəni bizim ölü ermənilər ağıllı adamdılar. Ermənilər tarixdə indi bizim elə bu çətlərin ətrafında da ermənilər qədim var idi, indi çox azdır ya da yoxdur. Bunlar türk ermənidirlər. Bunlar yəni türklər dinləri ermənidir. Yəni Məsihiyyin bir bölümüdür. Necə Şiə İslamın bir bölümüdür. İslamdan çox da fərqlidir. Ermənilər də mümkündür Məsihiyyətdən biz fərqli olarlar. Amma hər halda Məsihidirlər. Bizim türklərin yüzlər dini var. Hər ki dünyada var, türklərin də bir hissəsi o dinlərdə vardılar, qalırlar. Biz fəqət Şiələri tanırıq, Sünnilər Türkiyədə vardılar, Türkmənistanda vardılar. Amma bir çox yerlərdə Yahudi türklər var, Erməni türklər var, filan türklər var. Zərtüştlü türk ola bilər. Yəni din buna görə deyil ki, bu adam üçün bu dini qəbul edir, pəs şeydə bu deyil. Yox, türklük ayrı bir şeydir. Din ərəzidir, qədim fəlsəfədə ərəzidir. Yəni sonra bu bizə gəlməydi. Elə bir məsələn dodağımıza matik çəkirik. Bu bizim dodağımız deyil ki, matik. Matik ya gedirəm mən başıma məsələn bir dənə farsça kulaqçı istəyirlər. Məsələn o böh qoyuram. Məsələn türklü böh. Bu mənim öz tükümdə onu qoyuram da məsələn nə olsun. Din də belə bir şeydir. Din köynək kimidir, dəyişdirə bilirsən. Şalvar kimidir, bunu çıxad o bilsin ki. Tumandır, bunu çıxad onu ki. Çox tumana bənzir. Çünki şəxsi bir şeydir və evdədir. Yəni sən bundan işə getənməsən. Dinindən işə getmək haqqın yoxdur. Və həmin dəlil hakim roşənbin muhtat است. Bir dənə ağıllı bir hakim, ağıllı bir millətçi, Azərbaycançı, türkçü çox ehtiyatkardır ki, mən bir iş görməyim ki, ondan fayda gəlməyəcək, zərər gələcək. Hətta zərər gəlməsə də fayda gəlmir, amma bizim enerjimiz, gücümüz, enerji yəni gücümüz hədərə gedir. Hədər farsçası, ərəbcəsi yəni haram. Və fərmande خوب مواظب و موانع حرکات بی‌ملاحظه و لاقیدانه است. Deyir ki, bir dənə də yaxçı, millətçi, yaxçı fərmandeh, yaxçı vətənpərəst bir insan. Bu da nədir? Deyir ki, əvvəl çox diqqətlidir. Muvazib olmaq yəni diqqətlidir. Yəni çox tisisdir. Bu maneələrə, yolumuzda nələr var? İşimizin qabağında nələr ola bilər? Bunlara, onların hərəkətlərinə, davranışlarına, onların kim mülahizəçidir, kim mülahizəsizdir. Kim bir şeyləri hesaba salır, kim salmır, bu cürsü deyək. Ya kim, əslən mühüm deyil. Mən atacağım, çərşənbədir, bunu atacağım partlasın. Mən nə biri yaralanar, yaralamaz. Əslən bunu bilmir, düşünmür. Biz belə dəlillərdən çox üzbəyik. Həm dəlidirlər, həm axmaqdırlar, həm səfeydirlər. Fəqət gülmək üçün, mən bu günlər hətta bir video gördüm, adam buna görə, kiçik bir dənə adam var, boyu qıssadır, əqli mümkün olur. Bunu alır, qoyur, atın üstündən atır, gedir o tərəfdən durur, film götürək, gülək. Axı, özgələri nailahand eləmağın gülməyi var. Mən cəlibdir, görürəm, bir nəfər hop buldu, hop bulanda getdi, düşdü, məsələn, bir də ağacın üstünə, ağac batdı bunun belinə, bədəninə. İnsanlar bunu qoyurlar, gülürlər. Axı, gülməlidir, özgənin ağrısına, əzabına, şikəncəsinə gülər adam. Mənə çox əcib gəlir. Getdik 13-cü fəsli, yəni son fəsli başlayırıq. Bu son fəsl çox bizim dərdimizə dəyər. Yəni, Güney Azərbaycanın var, yox, feylən bu mərhələdədir. Adı nə mənədir? 157-ci səfədir. Deyir ki, gizli məmurlardan istifadə eləmək. Casusluq. Casusluq. Gizli məmurlardan istifadə eləmək. Adı casus cəsədən gəlir, təcəssusdan gəlir, axtarmaq. Casus sözü yəni axtarmaq. Casusluq pis bir iş deyil, əgər millətivin mənfəətin ola. Əgər millətivin zərəlinə, ziddinə casusluq eləsən pisdir. Diqqət buyurun. Dünyanın ən mühüm bu işi budur ki, millətivin, vətənivin, yəni yurd və yuva, yurd yuvavın və elivin mənfəətinə casusluq eləyəsən. Bu dünyanın ən mühüm işidir.
dünyanın ən böyük dövlətlərinin ən pullu işi, prestijli işi budur ki, deyə, məsələn, mən intelligence servicedə işləyirəm, İngilistanlar məsələn. Amerikalılar, CIA. Əlbəttə, çoxlu təşkilat vardı bu haqda. İndi bunlar öz millətimizin zərəlinə olmasa çox böyük iftixarlı işdir. O zaman pis işdir ki, bizim millətimizin zərəlinə olar. Yəni, mən düşmənə casusluq eləyəm. Bu pisdir. Qəbul olmaz. Xəyanətdir. Çünki casus bilir. Axı, bəzi adam var, məsələn, deyək ki, bilməyə bir işlər görür, bir şeylər deyir. Məsələn, deyir ki, internetdə indi gəlib, məsələn, istəyir özünü şişirdə deyək da. Bizim dostlarımızın, məsələn, silahlı gücümüz var, filan yerdə bunları aldıblar, filan yerdə də bunları dövrə görürlər. Bu, bilməyə mümkündür bunlar deyil, amma bunların hamısı bizim zərəlimizədir. Biz millətimizə hər nə ki zərəl eləsə, belə iynənin ucucan zərəli yetirsə, bunlar gərək gizli saxlayaq. İndi deyib, bunları bizə öyrədir. Deyir ki, وقتی یک لشکر 100,000 نفره آماده و به جنگی دور دست فرستاده می شود، هزینه‌ای که مردم تحمل می کنند به اضافه مبالغی که خزانه می پردازد هر روز به ازای به 1000 سکه طلا می رسد. Deyir, əgər 100.000 nəfəri siz hazır eləyəsiniz, göndərəsiniz savaşa, diqqət buyurun, istəyir desin ki, casusluq nə mühümdür, ha. Deyir, uzaqda bir savaşa göndərəsiniz. Məsələn, Rusiya gəlib Ukrayna. Diqqət buyurun. Deyir ki, hər şey bahalaşar. Biri bu. Savaş, təvərrüm, bahalıq. Bu bir. İranda bu iki keçən 40 ildə hər il təvərrüm gedib də ortalama 40 ilin təvərrümü ortalama deyirlər 25%dir. Yəni 25-i zərb eləyin 42-yə. Görün ki, ədəd nə böyükdür. Belə bahalıqdır. Əvvəl inqilabdan bu zamana. Məsələn, mənim əgər telefonum burada olsaydı, mənim bir ayrı telefonum da var. Oradan mən sizə deyərdim ki, məsələn, nə qədər olar? 42 dənə 8500 bərabər olar bilər qiymət. Ya qalxa bilər. Yəni 800, hər bir tümən 8500 bərabər. Heç olmasa deyək ki, 850 bərabər qiymət qalxar. Bu görürük, dolar məsələn, nə 3 tüməndən, ya 3 tüməndən daha fikirəm, hər dolar 3 tümən, 5 tümən deyə bilmirəm mən. Gəlib məsələn, indi oldu 28-30 min tümən. Siz bunu hesablayın, görün ki, bölün, görün ki, bu gəlir ədət ya yox. İran niyə bu cür gedir üstə? Çünki savaşdadır. Niyə Kanadada, əlbəttə koronadan bu yüzden dünyada bahalaşıb? Dünyada hər şey bahalaşıb, 2 qat, 3 qat olubdur. Yəni, Türkiyədə bu çox bəhs olur, amma Kanadada bəhs olmur. Çünki millət bunu qəbul ediblər ki, koronadır, hər şey yoxdur. Məsələn, bəzi adamlar evləniblər, bəzi adamlar vəsailə alıblar. Hələ indidən 8 ay sonra gələcək. Bunun üçün, yəni bir şey ki, istəyirsən alasan, qiyməti bahadır, çox bahadır. Deyir ki, bəs əgər savaş özü yəni bahalıq gətirər. Bu birincisi. Qəhətlik gətirər. Bu ikincisi. Adamlara baskı olar, rəvani, psikolojik, ruhsal baskı gələr adamlara. Fişar, baskı fişar. Deyir, əgər siz bir 100.000 nəfərlik bir ordunu göndərsiniz, uzaq yerdə geçsin, savaşsın. O həzinələr, bir xərclər millətə gətirir. Dedim, təvərrüm, qorxu, nigerançılıq. Çünki o adamları gedib savaşa da bilmir ki, diri gələcək, ölü gələcək. Be izafə məbaliği ki, xəzanədən verilir. O pullar ki, xəzanədən də dövlət verir savaş üçün. Bunlara top alır, yemək alır, güllə alır, hər nə ki alır da bunlar savaş gəlib pul. Pul gedir. Gündə neçə ton pul xərclənir. Fərzən, bir dənə tank alıblar məsələn 5 milyon dolara. Məsələn deyirik, 5 milyon dolar getdi. Bir dənə təyyarə məsələn 100 milyon dolar, 200 milyon dolar, 300 milyon dolar gəldi düşdü. Bir dənə helikopter məsələn 200 min dolar, 100 min dolar gəldi düşdü yerə. Yəni puldur, gedir, bunlar hamısı puldur.
Hər maşın, hər tank ki işləyir, məsələn, saatda bir belə benzin, ya bir belə qazol, ya bir belə filan şey yandırır. Bunlar hamısı puldur ki, millətin cibindən gedir. Xəzanə də, yəni millətin cibi gedir. Çünki dövlət də bunu millətdən maliyyət olaraq alır da. Göydən dövlət özü rəis cümhur gedib işləmir, ya vəzirlər işləmirlər ki, bunları millətdən alırlar, gətirirlər, bunları xərcləyirlər. Deyir ki, hər gün o zaman 2500 il bundan, 500 il bundan qabaq, 2000 il bundan qabaq, deyir, hər gün 1000 dana qızıl elər. İndi o qızıl nə yekəlikdəymiş, nə qədər xalismişsə, bunları mən bilmirəm. Amma deyir ki, 100 min nəfərin gündəlik xərci 1000 dana qızıl elər. Yəni, hər 1000 nəfərə, hər 100 nəfərə bir qızıl xərclənər gündə. در داخل و خارج کشور هیجان و اضطراب و آشفتگی حاکم می شود. Məmləkətin içində, eşiyində qorxu, istirab, nigeranlıq, Türkçə naciranlıq deyirik. Naciranlıq. Aşuftəki, yəni qarma-qarışıqlıq. Hər sahədə, həm adamların sahədə, həm ruhlarının sahəsində. Və mərdum در اثر ایجابات و اقتضاعات حمل و نقل از پای در می آیند. Deyir ki, qədim ordunun bəzi şeylərini verərdilər, insanlar çəksinlər, məmuli adamlar çəksinlər. Bunlar da ayaqdan düşərdilər. Elə indi də budur, xərcin bizdən alırlar, ayaqdan düşürük da. Dörtür, Allah səlamət eləsin, dörtür Məhəmməd Hüseyin Yahyayı bir sözü var, deyir ki, məşrutə dövründəki savaşların, yəni Qacar savaşını, Rusla Qacarı. Qacar savaşı ilə ki, Ruslarla olubdur, üstündən hududən 180 il keçir. Dörtür Yahyayı buyururlar ki, biz 180 il o savaşdan sonra, çünki 30 ilə yaxın çəkibdir, hələ feylən onun xərcini veririk, onun zərərlərini çəkirik. Və karhay 700,000 xanəvar müxtəl mi şəbət. 100,000 nəfərin savaşa göndərməğin mənası budur ki, 700,000 evin zindecanlığı dəyib bir-birinə. 100,000 nəfər adam 700,000 evə təsir qoyubdur. Diqqət buyurursunuz nə qədər şeydir. Yəni fikir eləməyin ki, çünki bir dana sərbaz gedir, tək özünə təsir qoymur ki. Bu bacıları var, qardaşları var, əmləri var, dayıları var. Allah görsətməsin, bunlar ölsələr gör nə olur. Yəni bir dana sərbaz ölsə, gör nə qədər famil dəyir bir-birinə. Ruhları dəyir, xəş çıxır, xəsarət çıxır, hamısı dəyir bir-birinə. Yəni bu cür deyir ki, yox, bir nəfər öldü, getdi, tamam, öldü da. Getdik o birisi səhifəyə 158-ə. در ایام قدیم 8 خانواده یک مجتمع تشکیل میدادند. Qədim zamanlarda hər 8 ailə bir dana toplum düzəldirdi, bir toplum olurdu. Qədimdə belə idi. İndi əlbəttə bilirsiniz də, deyirlər çərdək ailə, çərdək toplum. Çərdək ailə, yəni bir nənə, bir qədim əlbəttə, 20 il bundan qabaq, 30 il bundan qabaq, çərdək ailə, yəni xanəvadə həstə-i farsça. Deyir, çərdək ailədə nənədir, dədədir, balalardır. Ayrı adam yoxdur. Amma indi çərdək həstəki ailə deyirlər, nənə ilə baladır. Dədə yoxdur. Çünki dədə, ittifaqa bu günləri bir xəbər oxudum, Həmşəhri qazetindən nəql edərək yazmışlar. Yazmışdı ki, İranda taza bir fenomen tapılıbdır, taza bir şey görünür, bir əcib bir şey görünür, toplumsal bir şey. Nədir? Kəbinlər o qədər yuxarıdır ki, oğlanlar kəbin verməyək deyə qaçırlar, itirlər. Bunları agəhləri ruznamədə zadda çıxır ki, filan kəs itibdir, yoxdur. Niyə? Çünki deyir, axı necə ki 5,000 qızıl sikkə, 3,000, 2,000, 1,000, 100, buna hardan tapsı versin? Vallahi mənim özümə sualdır. Qızlar niyə vermirlər oğlanlar? Oğlanların nəyi əskidir ki, qızların varı deyil? Ya qızlarda nə var ki, oğlanlarda yoxdur? Elə o şey ki, qızlar o dəlilə istirlər, ərə gedərlər, oğlanlar da həman dəlilə istirlər. Yəni canları çəkir da, canlarında bir ehtiyaçları vardı, istir gedə ərindən bir kef avla. Yap belə açıq desəm, istir yata. Sevişə. Türkçəsi seviş yox. İstir sevişə. İndi qızla sevişir, oğlan da sevişir. Nə cürdür ki, oğlan gərək buna qızıl verə sevişə, qız verməyə, Allah sevişə. Niyə? Axı, mən bu millətdə şək gəlirəm ağlını daha. Mən bu millətin ağlına şək gəlirəm.
Mənim özüm 3 qızım var. Kanadada mənlə yaşlılar. Bir oğlum. Nə 1 qram veriblər, nə 1 qram alıblar. Biz də heç birisinə cahaz mahız verməmişik. Hər şeysən ayrılıb gedib öz indicanlığını özü düzəldəcək. Dədənəliyyət, bir dünya stres, güc, plan, bəhman ki, nə vardı mənim qızım gedəcək hələ. Geçsinlər, otursunlar, özləri bir zindicanlıq eləsinlər. İşləsinlər, zindicanlıq eləsinlər. Nədir 1000 siccə, 2000 siccə? Yazıq deyir, Tehranda deyir ki, bir çox, bu günləri oxudum, deyir bir çox insanlar buna görə ki, şey verməyələr, mehriyə, kəbin də, kəbin verməyələr, evdən qaçırlar. Yəni, napədid olurlar, yox olurlar. İtənlərin listinə girirlər. Bir də şey eşitmişsiniz da, deyir ki, mən buna görə ki, kəbin verməyəm, öldürsəm yaxşıdır. Çünki kəbin versəm, məsələn, 1000 siccə verəcəyəm, öldürsəm, məsələn deyirəm, 20 siccə verəcəyəm. Yəni, o yerə yetişir bu camiə ki, belə düşünür. Eşq adında bir şey burada, sevgi, eşqin mənası yoxdur farsçada. Sevgi adında bir şey yoxdur, biz sevək birin. Eşqin mənasını bilmirik, amma sevmağın mənasını bilirik da, heç olmasa. Sevmək. Hətta farsda dostaşdən behtər az eşq vərziydən əst. Dostaşdən sözü eşqdən gözəl, üçün eşqin mənasını bilmirik. Amma dostaşlərin farsça mənasını bilirik fars, biz də türkçədə bilirik, sevmək yəni nə mənə? Sevəndən sonra sən məni sevdin, mən səni, niyə gərək mən sənə 1000 siccə, 500 siccə, 100 siccə, 50 siccə pul gərək verəm? Gələsən məni sevdiği üçün gələsən məndən yaşayasan. Mənlə sevmirsən, niyə gəlirsən? Yox, səni satırsan özü ki, məndən bir 100 siccə alasan. Mən 100 siccə sənə vermirəm. Mən bir sevən adama deyirəm ki, həm yaşayaq. Ciddi deyirəm. Niyə gərək evlənəm mən? Məsələn, niyə gərək bir borc altına geçəm, belə bir borc altına ki, zorum çatmayacaq ömür boyu verəm. Məsələn, fərz edin ki, mənə deyirlər ki, İnsaf Əli, səndən mən evlənəcəyəm bu şərtinə ki, mənə 5 milyard dolar borclu olasan. Axı, mən ömrümü başa-baş işləsəm bunu verə bilməyəcəyəm. Niyə gərək bu borcun altına işləm? Sən məni sevmirsən əslində. Sən o pulu istəyirsən. Kim alıb, kim verib sözünə də inanmayın dostlar. Kim alıb, bizim bəzi adamlar deyirlər ki, kim alıbdır, kim veribdir? Yox dostlar. Alıblarsa alıblar zindana. Zindanın, İrandakı zindanın yarısı filan kəbin məsələsidir. وقتی یکی از آنها مردی را به ارتش میفرستاد 7 خانواده دیگر به امور خانواده هشتمی میرسیدند. Əgər o 8 ailədən ki bir dənə toplum düzəldirdilər, biz bunlara nə deyirdik? Məsələn, bizim özümüzdə Axanlılar, nə bilim, İbişlilər filanlar deyirik. Yəni bir ailədir bunlar. Bunlardan biri sərbaz gedəndə, savaşa gedəndə ya ölsəydi, o birisilər gərək buna kömək eləyərlər, geçinə də. Nə cür eləyəcək? İndi əlan fikirləyin ki, məsələn, dünənləri siqar məsələsini dedim. Bunu deyim dostlar, vaqən, məsələn, biz bir zaman pənahəndələr köməklik elirdik Türkiyədə. Mən özüm dostlardan xahiş edirdim, köməklik elirdik. Hər kəs siqar çəksə, biz köməklik eləmədik. Çünki mən özüm siqar çəkmirəm ki, sənə pul verəm, sən siqar çəkəsən. Ayda sənin 500 min tümən siqar pulun niyə gərək ola? Mən indi bəzi adamlar tanışıram Türkiyədə, dədəsindən, nənəsindən, ondan bundan pul alır, amma Türkiyədə siqar çəkir. Ayda 600 liraya yaxın bunun siqarının puludur, evinin kirayəsi 600'dür, 700'dür, 800'dür, 1000'dir. Ağla sığan bir şey deyil ki. Bizim ailəmiz də feilən düşünmürük nədir? Yəni, günü-gündən düzün axtarsız fikri cəhətdən fikirsəl olaraq dalıya gedirik. Ahmaqlaşırıq. Bizim babalarımız bizdən yaxşı düşünürdülər. Vaqiyyət deyirəm. Bizim, məsələn, 5 nəsil bundan qabaq iqtisadi olaraq bizdən yaxşı düşünürdülər. Heç olmasa. بنابراین وقتی یک لشکر 100,000 نفری بسیج می شود 700,000 خانواده دیگر قادر نخواهند بود کار شخمزنی و بعض پاشی خود را به طور کامل انجام رسانند. Deyir, əgər indi siz 100 min nəfər göndərsəz, 700 min nəfər eləyə bilməyəcəkdir. İşlərin o cür ki lazımdır görsün.
کسی که چندین سال در برابر دشمن می ایستد تا در جنگی سرنوشت ساز پیروز گردد، ولی به دلیل آنکه برای دادن درجه و عناوین افتخارآمیز و پرداختن چندین صد سکه طلا رو ترش می کند، از وضعیت دشمن بیخبر می ماند. کاملا از انسانیت بدور است. چنین آدمی بویی از فرماندهی نبرده است و به هیچ وجه پشتیبان حاکم خود نیست و به پیروزی دست نمی‌یابد. Deyiləcək, bir adam İran kimi 8 il savaşan, sonra da 40 il savaşlı olar. Hələ 40 ildir biz düşməndən danışırıq. 42 ildir. Deyir, belə bir millət bir dana sərnivəşsaz, yəni Türkçəsi nə olar? Yəni önemli, ayrı bir şey yoktur. Önemli bir savaş üçün ki, istəyir orada zəfər qazanan. Zəfər qazanan, deyiləcək, belə bir adam gərək oradakı savaşanlarına dərəcə verə. Onlara pul verə. Gündə onlara pul vermək üçün ağzın turşadır. Turş eləmək, yəni ki, ağzın büzür. Türkçəsi ağzın büzür, Nayrıxan da olur. Qaşların büzür, beləsi deyək. Deyir ki, belə bir adam düşmənin vəznindən də xəbərsizdir. Deyir, insanlıqdan da uzaqdır. Axı, necə ki, 8 il sən savaşa girərsən, 8 il bir milləti həm düşməndən öldürərsən, həm özünü axırda heç axı, heç, sıfır. Əldən də vermirsən biraz yerlərini, üstün gizləmirsən, deyirsən, bəlkə bilməyəcəklər. Şimdi, belə bir adam fərmandehlik, komutanlıq nədir, onu bilmir. Deyir ki, belə bir adamın da, dövlətinin də millət dalısında durmamalıdır, durmaz da sonunda. Əlbəttə bilirsiniz, İranda biz ahmaq öldürdüyümüz üçün 8 il İran dövləti savaşdı və biz durduq. Hamımız da, biz özümüz ailədən də qızıllarımızdan çıxartdıq, verdik onlara. Pullarımızı qazanırdıq, verdik onlara. Xəşləsinlər oldu. Bu ahmaqlıqdır. Bizim vətən üçün, bizim millət üçün savaşmırdı. Əslində bizim ağıllı insanlarımız, cavan, iştək insanlarımız və sərmayəmiz getdi farsların məxzəninə. İndi də gedirik ki, bu ziyarətgahlara, farslar yazılan ziyarətgahlara, pullarımızı tökürük ora, onlar aparırlar Əraqda, orada, burada qızıldan şey düzəldir. Xümeyniyə qəbir düzəldiblər. Amar vermişlər ki, bu illəri Xümeyninin qəbrində tualetə gedənlər geçən ilə qədər 230 qat çoxalıbdır. Adamlar gediblər bu tualetinə bayram tətillərində. Bu, bunun iftixarı idi. Yəni, o qəbrin adamları danışıblar, xəbər veriblər. Biz belə bir adamıq. Dururuq Təbrizdən, dururuq gedərik, İsfahan abad elərik, Şiraz abad elərik. Xəşlər, abad eləmək, yəni xəşləmək. Gedirik orada meyvə yeyirik, qəza yeyirik, benzin alırıq, su alırıq, nuşabə alırıq, otelə gedirik, yeyirik, içirik, dolanırıq. Bunların hamısı pul da olaraq pul qazanışdırıq. Biz pul xərcləyirik. Və onlar keyf eləyirlər. Bu abadanlıq buradan gəlir. Xorasanda niyə iş çoxdur? Çünki daimə biz gedirik orada ziyarətə. Nəyə gedirik orada mən bilmirəm. Nə var orada mən bilmirəm. O imam nə mənə eləyir? Orada onun işi nə mənədir? Ruslar gəldilər, cümbəzini də topa bağladılar. Özünü qoruya bilmir. Özünü qorusaydı, üzümü yiyib ölməzdi da. Amma biz əl çəkmərik, bizim beynimiz bu qədər ahmaq ki, gərək duraq aparaq, bir neçə 100 min tümən aparaq, orada xəşləyək, neçə milyon tümən. Gedək orada xəşləyək, gələk deyək ki, biz getdik ziyarətə, bundan bizə dedik Məşədi. Mən Məşədi oldum, mən Kərbəlayı oldum, mən Hacı oldum. Nə olsun məsələ? Sən o pulu vereydin bu qonşun, evin kirayəsini verən biri, ona vereydin. Sən o pulu vereydin bu qonşun, qızı ərə gedən biri, onu ərə gedəydi. Sən bu pulu vereydin bu xanım, fahişəlik elir ha, qonşun. Ona bir iş yaradaydın. Bir çərxəyyatı alaydın, biraz parçalaydın, deyin xanım, bunu bundan bu üzrə tikəcəksən, aparacaqsan, satacaqsan, gətirəcəksən, parça alacaqsan, tikədib, aparıb satacaqsan. Mən bugün bir məğaziyə getmişdim, köynəklərin biri 5 dolar. Köynək, bu cür köynək. Bəllidir, bunun parçasını bir yerdən ucuz alıblar, özləri aşağı oturublar, tikiblər. Məsələn, gündə 10 dana tikibdi, 20 dana tikibdi, 50 dana tikibdi, 200 dana, 2000 dana tikibdi. Seri-duzidə belə olur. Bu ucuz gəlir, burada həzinəsi ilə, oradan bura, parçasının pulu, karicərinin pulu, cəmi ilə gəlmağın pulu, burada ambarının pulu, satanın pulu, tükanın pulu, hər şeyi mənfəətindən sonra 4 dolara satılır, 5 dolara satılır, 6 dolara satılır.
Pul qazanır. Lazım deyil ki, işlər görək, iş yaradaq. بنابراین شهریار روشندین و فرمانده آگاه هر بار که دشمن دست به عمل میزند او را شکست میدهد. Ağıllı bir və gözü görən, hər şeyə diqqət edən bir fərmandeh ya bir adam, milli hərəkətçi deyir ki, bu düşmənin hər dəfə hər nə işi var onu gözlür, gözünün altında tutur, gözü onların üstündə olur və sonra onları şikəst verir. Çünki görməsən, bilməsən, şikəst verənməsən. و اگر اهمیت کارهای انجام یافته از حد معمول فراتر میرود علت آن وجود اطلاعاتی قبلی است. Deyirəm ki, əgər bu iş görürük ki, əhəmiyyəti çoxdur, niyə? Buna görə qabaqcan bir ittilaat alıbdır, onun üzrə gedir. Gedir indi yavaş-yavaş casusluğa. Mən fikirəm bu səfəni oxuyaq, elə burada qutaraq 2-4 sətir qalır. Bunu oxuyaq, qutaraq qalsın, qalanı sabahdan casusluğun əsli məsələsinə keçək. در کتاب شعائر سلسله سو dostlar, mən dəfələrcə demişəm, dünyada heç vaxt məmləkətlərin adı, məsələn, İranın heç vaxt tarixdə adı İran olmayıb. Bu gün olub, keçən 100 ildə olubdur. Ondan qabaq heç vaxt tarixdə İran adında bir torpaq yoxdur. Bir dövlət də yoxdur. Qədim dövlətlər, o adam ki, gəlir torpağı alır, əvvəlimci dəfə bir yeri şikəst verir, düşməni təslim alır, onun adına qurulardı. Məsələn, Sasanilər şimdi Sasanıca idi. Məsələn, Bəni Ümeyyə kimdir? Ümeyyənin uşaqları. Bəni Abbas şimdi Yalı Abbas kimdir? Yəni Abbas ailəsinin, Abbasın uşaqları. Osmanlılar şimdi yəni Osmanın uşaqları. Qacarlar şimdi yəni Qacar tayfasının adamları. Səfəvilər kimdir? Yəni Səfəvi. Burada İrandan ad geçmir. Çində də bu cürdür. Elə burada diqqət eləsəz, deyir ki, şəair, bir dənə kitab yazıblar. Şəair, yəni adab rusum, dəblər. Şu silsiləsinin dəbləri. Şu Çin deyil, baxın, Çin demir. Deyir ki, şu bir dənə ailədir. Gəliblər, bir torpaqları alıblar Çində. Orada hökumət qurublar, adına deyiblər şu. Çin adında məmləkət yoxdur tarixdə. Əgər bir kitabda siz görürsünüz ki, yazıb İran, amma yazıb 700 il bundan qabaq, 200 il bundan qabaq, 500 il bundan qabaq, 2000 il bundan qabaq, o kitab yalandır. Əgər görürsünüz bir kitabda yazıb ki, məsələn, Avropa, Asiya, Xavərmiyanə, amma o qədim zamandan danışır. Birinci kitab yazır, çünki onlar taza sözdülər. Onlar keçən 150 ilin sözüdülər. Qabaqdan yox idi bu sözlər. Yəni, Avropa, Asiya deyə bir şey yox idi 1000 il bundan qabaq, 500 il bundan qabaq. Biz bu kiçik kəlmələr bizə çox mühümdür. Bilaq ki, tarixdə nə keçir. İndi, heç vaxt biz bunu qəbul edə bilməyəcək ki, Sasani dövrəsində İran var idi. Həxamənişi dövrəsində İran var idi. Əvvəl bilmirik Həxamənişi var idi, yox idi. Amma əgər var idisə, onun dövrəsində İran yox idi. Gələ onun adı, məsələn, deyilir, elə indi deyirlər də, silsilə Həxamənişiyəm. Həxamənişilərin, Həxa da kimdir? Bir də bunların dədəsiymiş daha. Birinin dədəsiymiş, nə bilim kimmiş. Onun balaları. Silsilə ilə gəliblər indi Əşqaniyan, Sasaniyan, Qəznəviyan, Səlcuqiyan. Səlcuq dövlətinin torpaqları tək bu İran deyil ki. Heç birisinin adı İran deyil. Hamısının adı Səlcuq torpaqları. Deyir ki, bu kitabda deyib ki, der fəslə əfsəran-ı nizami. Onun bir bölümü var. Ordu əfsərləri. Əfsər dedik, latincə sözdür, keçibdir Farsiyə. Bizim qabaqdan belə bir söz işlətməzmişlər Qacar dövründə, heç olmasa bildiyimiz qədər. Çünki onda əfsər demirlər. Orada hərənin özünə Mirpənc, məsələn, Rıza Şahın şeydən sonra generallar, məsələn, Mirpənc deyilmişlər. Elə bir, belə bir şey. Bilmirəm, dəqiq bunları mən bilmədiyim üçün burada təkrar edirəm. Unvanı mudir casus milli zikr şudə است. Deyir, kitabda deyiliblər ki, casus milli, mudir casus milli. Diqqət verin, o zaman bizdə də milli sözü var. Amma ərəbcədə millidir. Bizdə nədir? Bizdə el. Deyir ki, casusan milli adında kitabda söz keçibdir. Milli casusluqlar. Əfsər məzkur əməliyyat sirri ilə xaric az keşvər idarə mikərdə است. Belə bir əfsər, belə bir idarə adam. Əfsər yəni idarə bir adam. Dedim, bu da Farsiyə giribdir. Əfsər, afisir sözündəndir, yəni idarədə işləyən. Yəni o adam ki, afisi idarə edir. Afis
dəftər, idarə yeri. Məsələn, mətəb ofisdir. Amma biz İranda mətəb deyirik. Amma burada ofis deyirlər. Bura ofisdir. Bu, yəni bir yer düşmən orada işləyirəm. İndi burada işləyənlərə də deyirlər, ofisir o adam ki, bu dəftərdə işləyirlər. Əfsər də ki, bunun farsılaşmışıdır. Və bu, farsı söz deyil. Hə, deyirlər, əfsər tacdır filandır. Bu, sonradan buna məna veriblər. Əfsər taza bir söz deyil. آنچه با عنوان اطلاعات قبلی منعون می شود یا منون می شود از ارواح الهگان و از قیاس با حوادث گذشته و از محاسبه استخراج و استنباط نمی شود. Deyir ki, اطلاعات قبلی dediğimiz söz bundan deyil ki, biz bunu cindən alaq, ərvahdan, ruhlardan alaq, Allahlardan alaq, ilahigan. Qiyas ya havadisi güzəşdə, keçəcəkçi hadisələrdən alaq. Ya qiyas eləyək, burada belədir, orada da belə ola bilər. Deyir, ittilaatı belə almazlar. İttilaatı nə cür alırlar? Və əz mühasibə ya mühasibə eləyək, hesab eləyək ki, belə olmasa belə olar, belə olmasa belə olar, pəs belədir. Deyir, ittilaatı belə almazlar. Bayesti in ittilaat ra azəmizadəgan gərəfdir. Biz ittilaatı gərək diri canlı adamlardan alaq. Ki, vəziyyəti düşmən ra mişənəsən, ki, düşmənin vəziyyətini bilirlər. Dostlar, 159-cu səfərdən qoyaq qalsın, sabahdan bunu danışaq. Çünki girdi casusluğun bəhsinə ki, biz buradan bu üzər casuslar nə cür eləyəcəklər? Dedim, bizim milli hərəkətimizdə ən böyük məsələmiz indilikdə və gələcəkdə budur. Düşmənimiz halalarda bizi yıxmaq istəyir. Məsələn, Urmu gölünü biz eləyə bilmədik. Doğrudan ta indiyə qədər hala bizim bir dəqiq bir məlumatımız yoxdur ki, Urmu gölü nə vəziyyətdədir. Çünki bizim adamlarımız məsələn düşünmür ki, mən kəndim buradır, durum gedim buranın içinə yoruyum, bir gedim içəriyə görüm ki, bir 2 saat yürüyüm, görüm bunun haracan suyu quruyubdi. Deyim ki, mən filan kətdən girdim, 3000 metr, 5000 metr getdim içəriyə, su oracan quruyubdi. O birisi tərəfdən də, o birisi tərəfdən, o birisi tərəfdən. 100 tərəfdən biz görək ki, bunun suyu haradır. Sonra biri gedir, ya mən gördüm bunun dövrəsinə suyun biraz körpünün ətrafındakı hamı körpüdən üçün gəlir, gedir suyu görər. Bunun o tərəfindən, bu tərəfindən duzu yığıblar, torpağı yığıblar, bir göl düzəldiblər. O tərəfdən biz buranın su görürük, qalanı suyu. Amma bizdə belə bir milli baxışımız olmadığı üçün, milli görmədiyimiz üçün hələ bilmirik Urmu gölü nə vəziyyətdədir. Bir nəfər gedir oradan görür, mən də toğlaram, sən də toğlarsan, hamı toğlar. Gedir oradan görür ki, diziməcən su çıxır. Urmu gölünün diziməcən su çıxıbdır. Olan bəlkə keçən iləcərə gölün dövrəsini qıcıq qaldıblar, torpağı yığıblar, daha cıqqılladıblar, şurada su çox görsənsin. Amma yox, bizim ağlımız kəsməz bunları görək. Biz elə fəqət, burada su var, girdim, qıçımacan su var, diziməcən su var. Yox, bu dərdə dəyməz dostum. İttilaat gedəcəksən, girəcəksən, axtaracaqsan, tapacaqsan, gətirəcəksən, verəcəksən, olacaq. İttilaat. Sağ olun əziz dostlar, gecəz xeyri qalsın. Yarın ümid edirəm ki, arzu edirəm görüşə bilək. Əlbəttə, sabahları Dökkü Bərahəni rəhmətliğin dəfni günüdür və biz ora getməliyik. Umarım ki, gedib qala biləm, dözə biləm oranı görəm. Bəlkə gec gəldik, bəlkə tez gəldik. Qalıb deyə, əgər çox gec gəlsəm, təbii ki, oxumayacağam. Amma əgər tez gəlsəm, oxuyacağam. Sağ olun, sağ qalın, görüşmək üzrə.